Hər birinizə salamlar. Kanalıma və videoma yenidən xoş gəlmisiniz. Nə xoşdur sizi yenidən burada görmək. Bugün mental sağlamlığıma yaxşı gələn vərdişlərim haqqında sizinlə danışmaq istəyirəm. Hansı ki, mənə fayda verir və düşündüm ki, sizə də faydalı ola bilər və ya fikir yarada bilər sizdə. Elə isə vaxt itirmədən başlayaq. Mənim üçün ilk növbədə mental sağlamlığıma faydalı gələn şey, kimisi üçün bu yaxşı bir şey ola bilər, kimisi üçün pis bir şey ola bilər. İqnor eləmək. İqnor eləmək mənim həyatımı kökdən dəyişən bir şey oldu. İstər bu insanlar olsun, istər situasiyalar olsun. Bu arada demək deyil ki, yəni nə gəldi ignor eləyirəm, həyatdan heç bir şey öyrənmirəm, heç bir şey dərs çıxartmıram insanlardan. Sadəcə dəyişdirə bilməyəcəyim və qəbul etmək zorunda olduğum insanları və situasiyaları ignor eləyirəm. Və yaxud da halsız olduğum zamanlarda, heç kimlə danışmaq istəmədiyim zamanlarda, özümə olan sevgimdən ötürü insanları bəzən ignor eləyirəm. Və düşünürəm ki, özümə ayırdığım bir qısa zamanda, zaten günümüzdə özümüzə zaman ayırmaq o qədər çətin bir şey halına gəlib ki, və düşünürəm ki, hansı ki bu zamanları tapıram, o zamanlarda insanları ignor eləməyi, biraz öz içimə qapanmağa, hər nə qədər vacib olduğunu düşündüyüm şeylər olsa belə, özümə vaxt ayırıb insanları və hadisələri dediyim kimi ignor eləməyi seçirim. Bu mənim həyatımda həqiqətən çox mental sağlamlığıma çox fayda verir. Bəzən ola bilər ki, təbii ki, mənlə inciyənlər ola bilər bu barədə, amma eləyəcək bir şey yoxdur. İnsan özünü ilk növbəyə qoymadığı müddətcə zaten onu heç kəs ilk növbəyə qoymaz. Ona görə də düşünürəm ki, bu mənim üçün ənlərdən biridir. Və keçək ikinciyə. İkinci isə bədən sağlamlığıma diqqət yetirmək, yetəri qədər su almaq mənim üçün ən vacib şeylərdən yenə biridir. Mən düşünürəm ki, düzdür. Mənim inandığım şey ruh sağlamlığı daha önəmlidir, nəinki bədən sağlamlığı. Lakin bədənimi, ruhumu da daha sakit hiss eləmək üçün bədənimə təbii ki, diqqət yetirirəm. Bədənimi hərəkət etdirmədiyim günlərdə, bədənimə yetəri qədər qayğı vermədiyim günlərdə özümü həqiqətən yetərsiz və bəzən də sanki öz sevgi azlığı hiss eləyirəm özümdə. Çünki bədənim mənim ruhumu qoruyur, mənim düşüncələrimi, zehnimi, bütün enerjimi qoruyan bədənimdir. Və bədənimə diqqət yetirmədiyim müddətcə elə bilirəm hər şey içimdən gedir, insanlara yayılır və onu saxlaya bilmədiyimi düşünürəm. Ona görə də bədən sağlamlığıma mütləq dərəcədə diqqət yetirirəm. Və bəzi günlər təbii ki, vaxt əvvəllər bunu düzənli eləyirdim, amma artıq vaxt tapdıqca eləyirəm. Çünki məsuliyyətlərimin daha da artdığı bir dövrdə bəzən pilates eləməyə çalışıram, bəzənsə sadəcə yoga və ya əsnəmə hərəkətləri, hansı ki, indi buna çox az vaxt tapıram, amma etdiyim günlərdə özümü çox yaxşı hiss eləyirəm və həqiqətən özümü güclü hiss eləyirəm mental cəhətdən də. Və bu da təbii ki, mənim həyatıma dəyər qatan vərdişlərdən biridir. Digəri isə ruhsal sağlamlığıma fayda verəcək şeylər etmək, hansı ki, şuuraltı ilə işləmək və yaxud da təlimlərə, kurslara qoşularaq bildiklərimi və mənə fayda gətirəcək məlumatları daha da genişləndirmək. Təlimlər ola bilər, bəzi mentorlarım var, onlardan biri Asiya Rüstəmlidir. İlk başlayarkən tanış olduğum mentorlardan biridir, hansı ki, artıq təlimlərində iştirak edirəm və düşünürəm ki, bir insanın özünü həqiqətən yetişdirə bilməsi üçün onun öz ruhsal sağlamlığı, mental sağlamlığı ilə işləməsi vacibdir. Düzdür, indiyə qədər saydıqlarım da çox vacibdir, o 2 maddə. Amma düşünürəm ki, daha çox ruhsal səviyyədə insan özü ilə məşğul olduğu müddətcə artıq qalan şeylər özlüyündən düzəlməyə başlayır. Çünki bura necədirsə, həyat da o cür olmağa başlayır. Ona görə də öz şuuraltıma yetəri qədər diqqət yetirməyə çalışıram. Bəzi musiqilər var, onlara qulaq asmamağa üstünlük verirəm, hansı ki, şuuraltımı proqramlayacağını düşündüyüm və yaxud filmlər olsun. Mən demək olar ki, hardasa heç uşaqlığımdan bura qədər cizgi filmlər xarici olmaqla, uşaqlığımdan artıq
bu yana qədər filmlərə, dizilərə çox nadir hallarda baxıram. Demək olar ki, heç baxmıram. Çünki orada gördüklərimi məni proqramladığını düşünürəm. Və bir şeyi təkrar etdikcə, zaten artıq bunu danışmışdıq növbəti videoda, neyronlarımıza o məlumatlar işləndiyi üçün həyat rutinimizin bu olduğu beynimiz tərəfindən algılanır və həyatımızda buna oxşar hadisələr çıxmağa başlayır. Yəni, mənim oturub bir seriala baxmağım, sevgi olsun, problemli bir şey olsun, şuuraltıma mesaj ötürməyə başlayır. Şuuraltı da zaten gerçəkliyi seçə bilmədiyi üçün artıq onu mənim bir rutinimin hissəsi kimi hesab edir. Ona görə də maksimum dərəcədə də buna diqqət yetirməyə çalışıram. Hansı ki, qulaq asdıqlarıma da, dinlədiklərimə də diqqət yetirirəm. Belə. Da düşünürəm ki, bu üçüncü maddədə çox vacibdir. Hansı ki, şuuraltımıza diqqət yetirmək yetərli dərəcədə. Dördüncüsü isə biraz sosial medianı azaltmağa çalışıram. Bu aralar düzdür, kontent çəkməklə bağlı sosial mediada vaxt keçirirəm. Çox təəssüf ki, ekran müddətim daha çoxdur əvvəlkilərə nisbətən. Amma artıq bir neçə vaxtdır ki, səhər oyananda telefona baxmağı qətiyyən dayandırmışam. Və bilirsiniz nəyin fərqinə varıram? Telefona hansı günlər ki, dəhşətli dərəcədə çox baxıram, sanki bədənimdə qıcılmalar yaranır. Necə? Sıxılıram. Baxmayan kimi telefonu haçan ki, qırağa qoyuram. Hiss edirəm ki, bədənim sıxılır, ayaqlarımı tez-tez tərpədirəm. Stres yaranır, bədən dopamin hiss eləyir. Bu belə bir şeydir. Davamlı scrolling eləyirəm. Tutalım 1 saat, 2 saat bu qədər. Artıq 3-cü saat qoyuram kənara. Beyin istəyir axı o 1 saatda aldığı dopamini təzədən istəyir. Bədən deyir ki, ver, yenidən tükət, yenidən nələrəsə bax. Mən də nə zaman ki, bunu eləmirəm, artıq telefondan uzaqlaşmağa başlayıram və yaxud uyarıcı hər şeydən uzaqlaşmağa başlayıram. Beyin zənn edir ki, mən təhlükədəyəm. Biz nə öyrənmişdik? Alışılan üzrə yaşayırıq həyatı. Alışılandan kənara çıxdıqda stres yaranır bədəndə. Bədən istəyir eynisini. Və mən də eynisini artıq verməyəcəyim üçün, artıq uzaqlaşdığım üçün ondan beyin stresə düşür, bədəni də stresə salır. Başlayıram ayaqlarımı tərpətməyə, qolumu tərpətməyə bir yerdə. O bəzi insanlar var ya, oturanda daim ayaqlarını tərpədir, əllərini tərpədir, bir yerdə rahat dura bilmirlər. Həmən insanlarda bədən özünü təhlükədə hiss edir, güvənsiz hiss edir, stresli hiss edir. Alışılandan kənardadır bunlar üçün həyat. Ona görə də bədən özünü stresli hiss eləməyə meyilli olur. Və digər maddələrdən biri şəxsi heç nə algılamamağa çalışıram. Qəti şəkildə bunu özümə icazə vermirəm. İnsanların fikirlərini şəxsi algılamağı. Çünki belə deyim də sizə, iki insan otururuq yan-yana. O başqa bir həyat yaşayıb, mən başqa bir həyat yaşamışam, mən başqa dərslər almışam, o başqa dərslər alıb, o başqa gözlüklərlə dünyaya baxır, mən başqa gözlük. Və durub onun mənə deyəcəyi fikir, onun mənim haqqımda bildirəcəyi fikir, onun öz gözlərindən gördüyü bir şeydir. Və mən əgər, bu çox gülünc çıxar axı, mən onun fikrinə demirəm, fikirlər təbii ki, bir nöqtədə proses edilib götürülməlidir. Əgər sizə həqiqətən lazımlı və vacib olduğunu düşünürsünüzsə. Amma durub mənim məsələn kontent çəkməyimə durub bir insan mənfi bir rəy bildirirsə, əgər boş və lazımsız bir şəkildə, mən baxaram o insana, kimdir o insan? Həyatda nələr bacarıb? Hansı nöqtədədir? Hansı statusdadır? Bunu deyə bilməsi üçün kimdir mənim həyatımda, nə qədər əhəmiyyət sahibdir. Və bir şey dediyim, bir insan sizin həyatınızda əhəmiyyətlidirsə, o demək deyil ki, hər fikir ondan alıb qəbul etməlisiniz. Okey, sən mənim üçün dəyərlisən, amma buna rəy bildirmək üçün, mənim etdiklərimə rəy bildirib, sən də öz fikrini kompensasiya eləmək üçün mənimlə nə qədər şey bacarmısan? Mənim gəldiyim nöqtəyə nə qədər yaxınsan? Arzuladığım, istədiyim həyata hansı gözlə baxırsan? Bunları müzakirə etmək öz zehninizdə çox vacib bir şeydir ki, mənə biri bir şey deyirsə, o insan nə yaşayıb bu həyatda? Nələrə sahib olub? Nəyə görə bunu demək haqqını ona verirəm hələ də?
Bu biraz da sərhədlər mövzusudur, düzdür. Bir insan daim sizə bir şeyə çox müdaxilə edə bilirsə, sizin də sərhədlərinizdə problem var daxili olaraq. Amma stop deməyə bacarmaq lazımdır. Sən mənə fikir bildirmək üçün həqiqətən mənim yaşadığım həyatı yaşayıb, gördüyüm şeyləri görüb, yaşadığım həyat dərslərini yaşayıb, həqiqətən mənə bir şey deməyə hazırsanmı? Buna layiq insansanmı? Və bu da düşünürəm ki, mental sağlamlığıma yaxşı gələn şeylərdən biridir. Hansı ki, insanların fikirlərini bəzən stop deyib elə buradan almamağı özümə yer etmək, o düşünürəm ki, mənim üçün ən vacib olan şeylərdən biridir. Və digər önəmli bir vərdişim isə öz həyat missiyamın arxasınca getmək və bunun üçün mənə lazım olan bütün vərdişləri bir araya yığmaq. Mən öz həyat missiyamın insanlar üçün, insanların zehnində bir işıq yandırmaq, onlara nələrsə göstərmək, getdiyim həyat yoluna uyğun insanlarla birlikdə yüksəlmək olduğunu düşünürəm və onlara da bu yolda işıq tutmaq. Və mənim həyat missiyam budursa, sizinki də fərqli ola bilər təbii ki. Mən buna uyğun işlərin arxasınca gedirəm, kontent yaradıram, öz fikirlərimə qulaq asıram. Bu da missiyanın bir parçası. Özünü anlaya bilməyən insan zaten başqasını necə anlasın? Özümü maksimum dərəcədə anlamaya çalışıram və mənim fərqindəliyim biraz çox yüksəkdir. Ona görə bu bəzən mənə də problem yaradır. Yaşadığım hər şeydə bir şey axtarmağa çalışıram. Niyə olur, niyə baş verir? Sanki beynim imkan vermir ki, mən susum, sakit durum. Bu xasiyyətimi heç sevmirəm. Bunu biraz regulə etməyə çalışıram. Amma missiyamın arxasınca getdiyim zamanlar mən indi gəlmişəm, çox yorğun bir vəziyyətdəyim həqiqətən, amma içimdən bunu demək gəlir, kameranın qarşısına keçim, heç bir hazırlıq da etmədim. Sadəcə nə gəlir, nə hiss eləyirəm, nə demək lazımdır onu deyirəm və özümü o qədər rahat və xoşbəxt hiss eləyirəm ki, və düşünürəm mentalıma da çox yaxşı gəldi. Mən bu kontent yaratmağa başlamamışdan əvvəl enerjimin demək olar ki, %80 hissəsi bura gedirdi, olmayan bir şeyə. Çünki özümü bilirsiniz necə hiss eləyirdim. Sanki getməli olduğum bir yol var, amma mən ilk addımı atmamışam. Və addım atmamaq hər gün beynimdə enerjimi aparırdı. Halbuki mən o addımı attım artıq. Və atdıqdan sonra enerjim ora gedirdi. Biri var enerjim boşa getsin. Və mental sağlamlığıma bu dəhşətli dərəcədə pis təsir eləyirdi. Özümü boşluğun içində hiss eləyirdim. Çünki biz hər birimiz bu dünyaya bir yol getmək üçün gəlirik axı. Və o yoldan da uzaqlaşdıqca mentalımız da pis vəziyyətə düşməyə başlayır. Və mən düşündüm ki, artıq missiyamın arxasınca getməliyəm. Xəyal, arzu, istək bunların hamısını bir yerə yığıb missiyamda cəmləməliyəm. Demirəm özümü qısıtlayıram, amma sevirəm bu işi, sevdiyim bir şeydir və sevdiyim işi etmək də siz də razı olarsınız ki, mənim üçün və sizin üçün də çox gözəl və çox faydalıdır mentalitemiz üçün. Və belə, mən özümü həqiqətən də çox yaxşı hiss eləyirəm. Bu kontentdə çəkdiyim üçün, bu videonu da sizlərlə paylaşacağım üçün və düşünürəm ki, sizin üçün də çox faydalı olar. Sizə arzu eləyirəm ki, həyatdakı missiyanızı asanlıqla və tezliklə tapasınız və sizin hər zaman xeyrinizə ola biləcək yollardan gedəsiniz. Diqqətiniz üçün təşəkkür eləyirəm. Gününüz xoş keçsin.